gelmişken Tofi İsmail'in atası Naxçıvanda. Yok. Atası İsmail'dan idi. O da partiya şeydi. Partinin işçiydi. Partinin работник oldu. Даже Azerbaycanski diviziya yaradanda orada bu Zampali diviziya. Ama Naxçıvanda işlemeyip mi o Akkom Partisi? Bilmiyorum. Belki de işləyib. Ondan xəbərim yoxdur. Ama əslən Naxçıvanda deyil. Əslən İsmail'ı kişinin dəfnində də olmuşum. İsmail'in bu da gedeyim kəndin adı. Baskal kendinden. Anası da anası bilmirəm. O da deyəsən bu tərəfdən idi, Xaçmaz tərəfdən. Anası qohumlarını tanıyıram. Qusarından idi anası. Onun qohumlarını tanıyıram. Qusarın icra başçısı var idi. Şair'in Arıxazdır. Və o tərəflərdən. Onun qohumlarından idi. Onun üçün ki, mən necə fikir verdim ki, bizdə çoxlu ləzgilər işləyirdi. Özdə birinci şöbə müdürü o qoymuşdu bizdən bir ləzgi idi. O qohumu çatırdı Tofiq müəllimə. O Dönməz Medcidov. O da rəhmətə getdi. Onu olar. O qədər də yaşlı deyil idi. Birinci şöbə. Bilirsiniz, ləzgilərin çox yaxşı xüsusiyyəti var. Sözü sözdür. Dedi ki, damam deyil.